Salam, hörmətli izləyicilər. Bugün mən sizlərlə kəsmik hazırlayacağım. Daha doğrusu, kəsmiyin bir neçə hazırlama yolu var. Yəni, tvaroqun bir neçə hazırlama yolu var. Mən sizə bunu bu günlərim qatıqla hazırlama yolunu göstərəcəyəm. Nəzərinizə çatdırım ki, qazanıma 4 litr süd dökmüşəm. 3 litr də götürə bilərsiniz. 3 litr südə təxminən 2 litr qədər 3-4 litr südə təxminən 2 litr qədər qatıq əlavə edəcəm. Əgər siz bunu ikinci üsulla, yəni limonla etmək istəyirsinizsə, onda 3 litr südə 125 mg, yəni təxminən 2-3 limonun suyunu əlavə edəcəksiniz. Təbii ki, qazanı öncə soyuq su ilə yumuşam ki, südüm qazanın dibinə qaynayanda yapışmasın və eyni zamanda daşma olmasını istəyirsinizsə, çox az yağı, kərə yağını qazanın bu şəkildə bu hissəsinə, içəri tərəfdən bu hissəsinə çəkə bilərsiniz. Bunu südü bişirəndə də eləyə bilərsiniz. Yəni südü bişməyə qoyanda da bu südün daşmamağını istəyirsinizsə qazandan tam nəzarətdə saxlaya bilmirsinizsə, onu məsləhət görürəm ki, südün aşağı hissəsinə, təxminən bu hissəyə bir balaca kərə yağı çəkin hər tərəfinə. O zaman kərə yağına qalxıb çatacaq, orada dayanacaq, oradan düşməyəcək. Deməli, mən südü götürmüşəm. İndi südün içinə qatıq əlavə edəcəm. Yenə deyirəm, əgər siz limon əlavə edəcəkdirsə, yəni limonla hazırlamaq istəyirsinizsə, sadəcə qatıq, yəni mən indi 2 litr qatıq əlavə edəcəm. Siz qatığın əvəzinə, onun içinə təxminən 1 stəkandan biraz az süd əlavə edin. Üzr istəyirəm, limon suyu əlavə edin. Yox, limon suyu da yoxdursa, limon suyunuz da yoxdursa, onda içinə limon duzu əlavə edə bilərsiniz. 2 çay qaşığı limon duzunu yəni əvəz etmək olar limon suyu ilə. Əlavə edəcəyiniz qatıq əgər sərtdirsə, məsləhət görürəm ki, onu kənarda çalasınız. Yəni biraz qaşıqla ən azından hərəkət elətdirin ki, qatıq yaxşıcana qarışsın. Daha sonra onu südün içinə yavaş-yavaş əlavə edin. Südün içinə əlavə etdikdən sonra qatığı bir balaca hər tərəfdən qarışdırın. İndi isə mən azacıq qarışdırdım. İndi qazın altını yandıracağım. Qazın altını çox gür odda qoymayın. Nə də çox zəif odda qoymayın ki, çox gözləməyə məcbur qalmayasınız. Bunu su vannasında da etmək olur, ancaq o uzun prosesli yorucu olacaq. Ona görə də ən asanı budur. Sizə bunu təklif edirəm. Qarışdırdıqdan sonra, yəni artıq altını yandırdıqdan sonra çox da onu tərif etmək, qarışdırmağı məsləhət görmürəm. Onsuz da birazdan o yavaş-yavaş suyu ilə aralanacaq. Yəni siz açıq-aşikar görəcəksiniz ki, biraz sarımtılı rəngi ayrılan su və beyaz tvarıq, ağ rəngdə tvarıqlar, yəni kəsmiklər əmələ gəlir. Gözləyək, bərabər nəticəni görəcəyik. Bəli, hörmətli izləyicilər, gördüyünüz kimi artıq suyu yəni saralıb, suyu dərindən aralanıb. Mən çox olduğuna görə 2 qazanda elədim. Birinci bu qazandı. Mən çox lazım olduğu üçün. Siz təbii ki, bunu bir qazanda eləyəcəksiniz. Bu da ikinci qazanımdır. Görürsünüz, birinci qazan, bu qazanın balacadır. Artıq onda proses sürətlə gedibdir. Hazır demək olar ki, hazırdır. İkinci qazanımda da hazır olmaq üzrədir. Hazır olduqdan sonra mən onları incə, çox incə gözü olan xırda dişli aş düzəndən keçirməyi düşünürəm. Əgər sizdə belə yoxdursa, aş düzənin içinə cuna sərməyi unutmayın. Mən belə bir aş düzən istifadə edirəm. Yalnız süd məhsullarını süzmək üçün istifadə etdiyim aş düzəndir. Yəni çox xırda gördüyünüz kimi dişi var. Ancaq yenə də əgər istəyirsinizsə, onun içinə nazik bir cuna sərməyiniz məsləhət görülür. Hər iki qazanda mənim artıq kəsmiklərim hazır olmaq üzrədir. Mən əgər bu prosesi daha uzun saxlasam, onda kəsmiklərim möhkəm olacaq, sərt olacaq. Sərt istəmədiyim üçün mən artıq prosesi yekunlaşdırmaq üzrəyim. Görürsünüz necə dəni tamamən aralanırdı. Bu daha dən tamamən aralanır. Suyu da tamamən aralanır və mən bunu çox rahatlıqla süzə bilərəm. Bir dəqiqədə təxminən belə bu qaynasın. Digər kəsmiyimizin vəziyyətinə baxaq. Bəli, artıq kəsmiyimiz də hazır olmaq üzrədir. Mən bir neçə dəqiqə sonra bu kəsmiyi də süzəcəyim.
Nəzərinizə çatdırım ki, kəsmik olduqca xeyirli, həddindən artıq xeyirli təbii qidadır. Gün ərzində, yəni minimum 50 qram kəsmik yesəniz, onda insan bədəninin kalsium çatışmamazlığı ilə qarşılaşmağı demək olar ki, imkansız bir şey olar. Artıq hər iki qazanımdakı kəsmiyim hazırdır. Mən onları aş üzərinə süzməyə gedə bilərəm. Ancaq altını söndürdükdən sonra təxminən 1 dəqiqə gözləyəcəyəm ki, onun ilk istiliyi getsin. Daha sonra onda ilk istiliyi gedəndə südün tərkibində yağ kəsmikdə qalır. Əgər siz onu o dəqiqə süzsəniz, daha dietik kəsmik əldə etmiş olarsınız. Südlərimin altını keçirdirəm. Təxminən 1 dəqiqə gözləyirəm. Daha sonra mən onları süzəcəyəm. Mən 1 dəqiqə gözlədim və süzdüm. Gördüyünüz kimi təxminən 1 kilodan çox kəsmiyim alındı. Kəsmiyin təbii həm bu şəkildə yemək olur, həm də kəsmikdən bilirsiniz ki, bir çox bişintilər hazırlanır. Kəsmikdən Holland pendiri hazırlanır. Yəni kəsmik həqiqətən də xeyirli qida olduğu kimi eyni zamanda istifadəsi çox yollar olan qidadır. Kəsmiyi çox qaynatmadan, yəni südü çox qaynatmadan istifadə etsəniz, biraz onun tərkibində o sarı su qalsa, həm yumuşaq olar, həm də nəzərinizə çatdırım ki, həmən sarı su özü də vitaminlidir. Hətta o sarı suyu saxlayıb çörək bişirirsinizsə, xəmirə də qatmağınız məsləhət görülür. Mən indi azacıq süzmüş oldum. Daha doğrusu suyunu artıq buraxıbdır. Suyunu süzmüş olduğum kəsmiyimi götürüb rahat-rahat soyuducuya qoya bilərəm. Beləcənəm üstünə şəkər tozu töküb, yəni və yaxud bal töküb, və yaxud mürəbbə töküb sağlam qida kimi qidalana bilərəm. Ancaq mən bu kəsmiyin təxminən 1 kilosu ilə sizin üçün, sizlərlə bərabər Holland pendiri hazırlamağı da düşünürəm. Təbii ki, bizim hazırlamış olduğumuz kəsmik bu işə də yaramış olacaq. Hörmətli izləyicilərimiz, kəsmiyimiz artıq hazırdır. Nuş olsun. Əgər videolarımızı bəyənirsinizsə, kanalımıza abunə olmağı və kanalımız haqqında yaxınlarınızla bölüşməyi unutmayın. Diqqətinizə görə təşəkkür edirik.